Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə 16 fevral 2025-ci ildə qəbul imtahanında düşmüş informatika fənnindən olan sualların izahını təqdim edəcəm. Diqqətlə baxın, görək hansı suallar düşüb qəbul imtahanında. Çalışacağam ki, sualları ətraflı formada sizlərə izah edeyim. Başlayaq birinci sualdan. Sahələrə həqiqi ədədləri daxil etmək üçün verilənlərin hansı tipindən istifadə olunur? Access 2019 proqramında. Ümumiyyətlə, biz Access 2019 proqramında variantlarda hansı tipləri görürük? Number tipi var, pool, currency var, bir də autonumber var. D və Y variantlarında olan float və integer tipi isə MS Access 2019 proqramında yoxdur. Ümumiyyətlə, bu sualın düzgün cavabı, yəni həqiqi ədədləri daxil etmək üçün biz istifadə edirik number tipindən Access-də. Lakin bəzi tələbələr burada avtonumber də qeyd edib number əvəzinə. Niyə görə C variantı yanlışdır? Çünki avtonumber həqiqi ədədləri daxil edən zaman avtomatik sayğac xüsusiyyəti malikdir. Yəni sayğac kimi ədədləri bir-bir artırır. Biz məsələn tutaq ki, hər hansısa 1 yazmışıqsa, növbəti C2-ni avtomatik özü yazır. Biz yazmırıq. Yəni bu avtomatik artma xüsusiyyətinə malik bir tipdir. Ona görə bu həqiqi ədədləri daxil etmək üçün deyil. Və yaxud da bu pool vahididir. Yəni hər hansısa bir ədəd daxil edəndə qarşısına valyuta işarəsi əlavə eləyir. Integer ilə float barəsində magistratura proqramında hər hansısa bir məlumat qeyd olunmur. Çünki bu ikisi proqramlaşdırma dillərində lazım olan ədəd tipləridir. Float həqiqi ədəd tipidir. Amma yenə deyirəm, proqramlaşdırma dillərində Access-də yox, həqiqi ədəd tipidir. Integer isə tam ədəd tipidir. Yəni bunlar bizə lazım deyil. Bəli, number vasitəsilə biz həqiqi ədədlərimizi daxil edə bilərik. Bəs həqiqi ədədlər ümumiyyətlə nə deməkdir? Rasional və irrasional ədədlərin toplumu, yəni rasional və irrasional ədədlərin çoxluğu ikisi bir yerdə həqiqi ədədləri bizlərə vermiş olur. Ümumiyyətlə, MS Access 2019 proqramında istifadə olunan sahə tipləri hansılardır və ya sahəyə daxil olan zaman biz verilənlərin hansı tiplərindən istifadə edirik? Bu barədə sizə bir məlumat vermək istəyirəm. Bəlkə növbəti qəbul imtahanında da düşdü. Baxın, Access-də istifadə olunan sahədə mövcud olan verilənlər əsasən bu tiplərə malik olur. Qısa mətin, yəni short text, long text, uzun mətin, number ədədi, yəni həqiqi ədəd tipi daxil edə bilərik. Large number, daha böyük ədəd tipi daxil edə bilərik, yəni daha böyük ədədlərin işləmək üçündür. Vaxt tarixlə bağlı sahə tipləri var. Pool sahə tipi, avtomatik deməli ədəd, yəni sayğac tipli deməli sahə tipimiz var. Hə və yox, only, yəni biz qoşma faylları əlavə etmək üçün, qoşma dedikdə, yəni multimedia vasitələrini əlavə etmək üçün fayllarını OLE tipindən istifadə edirik. Hiperəlaqə tipi var, qoşma tipi var. Hər hansısa bir PDF-i əlavə etmək istəyiriksə, onda attachment tipindən istifadə edə bilərik. Bir də hesablanmış sahə tipi var. Bax, bunları mütləq yadda saxlayın. Bəli, number barəsində də məlumat verdik ki, həqiqi ədədləri daxil etmək üçündür. Avtonumber isə deməli normal sahə kimi görünür, amma avtomatik artma xüsusiyyətinə malikdir. Və keçdik növbəti sualımıza. İkinci sual. Raster təsvir 8 rəngli palitranın köməyi ilə yaradılırsa, bu təsvirin bir pikselinin informasiya tutumunu müəyyən edin. Biz qeyd eləmişik ki, əgər n sayda rəngdə deyərsə və yaxud da tutaq ki, bu rəng çalarına malik deyərsə, o zaman biz verilmiş ədədi 2-nin qüvvəti kimi götürüb, 2-nin qüvvəti kimi göstərib, 2-nin qüvvətindəkini qeyd eləyirik ki, bir pikselin yaddaşda tutduğu yerdir. Baxın, burada da 8 verib. Yəni 8 2 üstü neçədir? 2 üstü 3-dür. 2 üstü 3 rəngli palitra deyirsə, onda bir piksel yaddaşda 3 bit yer tutmuş olacaq. Bu da C variantında var. Ümumiyyətlə sizə belə bir düstur deyim. Əgər 2 üstü n rəngli və yaxud da rəng çalarına malik və yaxud da rəngli palitra bu formada deyərsə yadınızda saxlayın. Hər zaman bir pikselin yaddaşda tutduğu yer 2-nin qüvvətindəki n olmuş olacaq. Yəni burada palitra verməsəydi 8 rəng çalarına malik desəydi təsvir, yenə də bir piksel 3 bit yer tutmuş olacaqdır. Gəldik üçüncü sualımıza. İlkin proqramı maşın dilinə çevirən proqram müəyyən eləyin. Əlbəttə, bu çox bəsit sual idi. Çünki hər kəs bunun cavabını bilir ki, azdan çoxdan oxuyanlar bilir ki, bu translatordur. Yəni, zaten çevirən deməkdir də, translate. Translatorunda iki növ var idi, interpretator və kompilyator. Hər bir sətri dənə-dənə tərcümə edib, operatorları dənə-dənə təhlil edib çevirən deməli interpretatordur. Proqramı bütünlükdə çevirən isə maşın dilinə, o isə kompilyatordur. Cavab C variantı. Bunu da işarələmiş olduq. Hatta eləyək. Dördüncü sual. Verilənlər bazası fraqmentinə əsasən, bax, bu sorğunun nəticəsinə cavab verən
Yazıların sayını müəyyən edin. Diqqətli olun, qəbul imtahanına son təxminən 3 və yaxud da son 2 imtahandır ki, dalbadal bu formada suallar düşür. Səhv eləmirəmsə son 3 imtahandır. Keçən ilin qəbullarında da bu formada suallar düşürdü. Və diqqətli olmaq lazımdır nələrdə? Birinci növbədə biz fizikası 50-dən böyük olanları tapmalıyıq. Fizikası 50-dən böyük olanlar, bax qeyd olunur burada, 82-dir, yəni birinci yazıdır, üçüncü yazıdır, dördüncü yazıdır, bu qədər. O zaman yuxarısına qeyd edirəm. Demək, birinci yazı, üçüncü yazı, fizikası 50-dən çox olan, bir də dördüncü yazıdır. Biz bunları birləşdirməliyik, or deyir. Birləşdirməliyik nə ilə? Cəbri 60-dan çox olanlarla. Cəbri 60-dan çox olan, bax burada 62-dir, yəni 2 nömrədir, ikinci yazıdır. Daha sonra 60-dan çox olan 74-dür, üçüncü yazıdır. Ondan sonra deməli 60-dan çox olan 63-dür, dördüncü yazıdır və bir də 92-dir burada. Yəni bu da cəbri 60-dan böyük olan 6-cı yazıdır. Biz bunu birləşdirsək, yəni bura qədər olan mötərizənin cavabını tapsaq, 1 deməli alınır. Burada 1, 2, 3, 4, 6. Bu oldu birinci mötərizənin cavabı. İndi biz növbəti mötərizənin cavabını tapıb ənd, yəni kəsişdirməliyik. Görək ortaq olanlar hansılar olacaq. Birinci növbədə kimyası 55-dən olanları təyin eləyək. Kimyası 55-dən böyük olanlar burada 68-dir, yəni 3-dür. Qeyd edirəm elə kimyanın üzərinə 3. Ondan sonra burada deməli 55-dən böyük olan 56-dır, 4. Hətta 5-də 6-da. Demək olar və buradan bura qədər hamısının kimyası 55-dən yüksəkdir. Onda qeyd edirəm bura 3, 4, 5 və 6. Və bir də biz biologiyası 70-dən kiçik olanları tapmalıyıq. Biologiyası 70-dən kiçik olan, bax bu 23-dür. Elə birincinin özüdür. Çünki bu da, birincini götürməyək. Çünki bu 70-dən kiçik deyil. Birincini götürməyək. Kiçik olanları tapırıq. Deməli, 23-dür burada 70-dən kiçik olan. 46-dır, bir də 61-dir. Yəni nömrələri hansılardır? O zaman bu 2 nömrədir, 23 olan. 46 5 nömrədir. Buradakı da 6 nömrədir. Bunları qeyd elədik, birləşdirmək lazımdır təbii ki bu hissəni. Yəni 3 4 5 6 ilə 2 5 6-nı birləşdirdik. O da alınır deməli burada 2, ondan sonra 3, 4, 5, 6. Bizə ənd deyir də axı orta hissəni. Yəni kəsişdirmək lazımdır bunları. İndi bu hissədə görürəm ki, mən ortaq olanlar 2-dir, 3-dür, 4-dür və 6-dır. Deməli, qeyd eləyək bura 2, 3, 4, 6. Neçə dənə yazı ödədi burada? 4 dənə yazı ödəmiş oldu. Deməli, sualın düzgün cavabı məhz B variantı olmuş olardı. Bu qədər. Yəni, diqqətlə işləsəniz, hər hansısa bir problem qalmaz. Hər bir mötərizəni ayrı-ayrı hesablayın. Sonra da ənd dediyi üçün kəsişdirmək lazımdır. 4 dənə 2, 3, 4, 6 ödəmiş oldu. Beşinci sual. Beşinci sual 90 sınaq test toplusunda var idi və demək olar ki, birə-bir eyni sual idi. İndi baxaq bu hissəyə. Doğru olmayan mülahizələri müəyyən edin. Megabot yaddaş tutumunun ölçü vahididir. Burada yanlışlıqdır, yəni yanlış verilib. Çünki megabot yaddaş tutumunun ölçü vahidi yox, informasiyanın ötürmə vahididir. Yəni, belə deyək, biz hər hansısa bir modemlə bir kompüterdən digər kompüterə ötürərkən, bəli, o zaman informasiyanın sürət vahidi anlayışı ortaya çıxır, informasiyanın ötürmə vahidi, o zaman bəli, megabot, bax, deməli bizə lazım olur. Yaddaş tutumunun ölçü vahidləri isə baytlarla olanlardır. Yəni, bayt, kilobayt, megabayt, gigabayt, megabot informasiyanın ötürmə sürətinin vahididir. Odur ki, birinci fikir yanlışdır. Birincinin üzərindən xətt çəkirik. Doğru olmayan mülahizələr deyir. Əslində biz birincini variantlarda götürəcəyik. Sadəcə mən tirə qoyuram. Birinci bu fikir olaraq yanlışdır. Strimmer verilənləri maqnit lent üzərində saxlayan yaddaş qurğusudur. Bu doğru fikirdir. Skaner periferiya qurğularını idarə edən qurğudur. Xeyr, periferiya qurğularını idarə edən kontrollerdir. Skaner isə deməli kompüterə məlumatı daxil edən qurğudur, özü də qrafik formada. Və ona görə bu fikir də yanlışdır. KMOS kompüter haqqında verilənlərin uzun müddətli saxlanılması üçün nəzərdə tutulmuşdu. Tamamilə düzgün fikirdir. Şin prosesorla yaddaş və kontroller arasında verilənlərin və idarəetmə siqnallarının ötürülməsini təşkil edir. Tamamilə doğru fikirdir. Kontroller idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosesorla əlaqələndirir. Bəli, bu da doğru fikirdir. Plotter giriş qurğusudur, yanlışdır. Plotter çıxış qurğusudur. Böyük təsvirləri çap eləmək üçün lazım olur. Və o zaman yanlış olanlar deyir, birincini götürəcəyik, yanlış olan üçüncüdür və yeddincidir. 1, 3, 7 sualın düzgün cavabı B variantı olmuş olacaq. Bax, formada cavabı tapmaq mümkün idi. 1, 3, 7 yanlışdır. 6-cı sual, doğru fail adını müəyyən edin.
Doğru fail adını müəyyən etmək üçün biz bəzi qadağan olunmuş simvolları və qadağan olunmuş əmrləri bilməliyik ki, bunlar fail adında olmaz. Birinci simvollardan başlamaq istəyirəm. Deməli, fail adında və ya qovluq adında slash işarələri, slash işarəsini elə seçdim ki, hə. Deməli, slash işarələri olmaz. Yəni, bax, bunlar olmaz. Düzünə xətt olmaz. Qoşa nöqtə olmaz. Dırnaq işarələri, böyükdür, kiçikdir işarəsi, ulduz işarəsi və sual. Bunlar fail adında qətiyyən olmaz. O zaman biz D variantını silək, çünki sual işarəsi istifadə olunub, olmaz. Və C variantında da gördüyünüz kimi düz xəttdən istifadə olunub, C variantı da yanlışdır. A variantında qoşa nöqtə qoyub qeyd elədik ki, qoşa nöqtə fail adında olmaz. Qaldıq son iki variant arasında. Bundan sonra sizə əlavə bir şey də demək istəyirəm. Fail adında bəzi əmrlər var ki, biz onu verə bilmərik. Çünki biz onu kompüterə yazdıqda onu bir əmr kimi başa düşür və onu icra eləməyə çalışır. Hansıdır bunlar? Bax, AUX-dur. AUX. Pairing, ondan sonra null, daha sonra John, elə John deyirəm ki, belə yadda saxlayın. Və LPT 0-dan 9-a qədər, yəni bitişi formada LPT 0, LPT 1, LPT 2, LPT 9-a qədər olmaz. Eyni şey koma da aiddir. Bilirsiniz, LPT də portdur, paralel, kom da portdur, ardıcıl. Bunları qətiyyən biz fail adına qoya bilmərik. Amma necə müəllim? Bunlar bildiyiniz kimi fail iki hissədən ibarətdir, fail adı. Birinci əsas hissə, fail, əsas deməyim, fail name gəlir bu hissə, nöqtədən sol tərəf. Bunu biz özümüz təyin edirik Windows 10 əməliyyat sistemində. Bir də nöqtədən sağ tərəf, bu isə genişlənmədir, proqram tərəfindən təyin olunur. Yəni, bəzən düzdür, özümüzdə dəyişdirə bilərik genişlənməni, amma adətən proqram tərəfindən təyin olunur. Bax, bura qeyd elədiklərim var, ha, durğu işarələri falan, onları demirəm. Yəni, yuxarıda simvollar yox. Bura qeyd elədiyim əmrlər. Siz bunları nöqtədən sağ tərəfdə istifadə edə bilərsiniz. Nöqtədən sol tərəfdə istifadə edə bilmərsiniz. Yəni tələbələr deyir ki, müəllim, həm AUX var, həm PRM var. Axı dediniz ikisi də qadağandır. Mən nə dedim indi? Dedim nöqtədən sağ tərəfə yazmaq olar bunu. Bax, nöqtədən sağ tərəfə plus qoyuram. Buna icazə verilir. Nöqtədən sol tərəfə icazə verilmir. O zaman biz doğru adı deyirsə, nöqtədən sağ tərəfdə yazılan PRM-ni düzgün götürürük. Yəni doğru fail adı budur. Amma nöqtədən sol tərəfdə yazılan AUX bu qadağandır. Biz bunu qətiyyən yaza bilmərik. Deməli, B variantı sualımızın düzgün cavabıdır. Hətta sizlər üçün bax, bu formada Dövlət İmtahan Mərkəzi zaten izahlarda qeyd eləmişdi. Bu formada da götürə bilərsiniz. Deməli, bu işarələr qadağandır bizdə. Mənim qeyd elədiyim kimi, istəyir MS-DOS olsun, istəyir Windows olsun. Sadəcə bu simvollar MS-DOS-dan qalan, bizə belə deyək, köhnə adətləridir ki, Windows-da da bunu biz fail adına qoya bilmirik. Həmçinin də burada qeyd olunan qurğuların adlarıdır ki, biz hər hansısa bir bu əmrlərdən birini fail adına nöqtədən sol tərəfə yazsaq, onu əmr kimi başa düşür. Və ən sonda da qeyd aparmışam ki, və bu hissədə yazmışam ki, yuxarıda qeyd olunanlar, yəni bu hissədə qeyd olunanlar nöqtənin sağ tərəfində istifadə etmək olar. Yəni genişlənməsində istifadə etmək olar, ad hissəsində olmaz. Əla. Bunu da bildik ətraflı. 7-ci sual. Klaviaturanın home düyməsi basdıqda kursor mövqeyini necə dəyişir? Bunları mən silim, bizə mane olmasın. Klaviaturadan yalnız home düyməsini vurduqda kursor sətrin əvvəlinə gələr. Mən bunu qeyd eləyəcəm, çünki burada bəzi məqamlar var. Home düyməsinə vurduqda kursor gəlir sətrin əvvəlinə. Sətrin əvvəlinə. Əgər biz Ctrl üstəgəl home düyməsini vursaq, o zaman kursor gəlir sənədin əvvəlinə. Yəni, neçənci səhifədəsinizsə, sənədin əvvəlinə gəlmiş olacaqsınız. Bunların əksi olan End düyməsini vurduqda, kursor gəlir sətrin sonuna, sətrin sonuna. Ctrl End düyməsini vuranda yəqin ki, artıq sizlər də təxmin eləyə bildiniz ki, sənədin sonuna gəlmiş olacaq. Sənədin sonu. Bir də bunların içərisinə əlbəttə ki, Shift-i də əlavə eləyə bilərik. Onda seçir. Yəni necə seçir? Əgər biz Shift Home düyməsini vursaq, kursor harda dayanıbsa, həmin hissədən sətrin əvvəlinə qədər seçəcək. Yox, biz əgər Ctrl Shift Home vursaq, onda sənədin əvvəlinə qədər seçəcək. Yəni bu keçmək deməkdir, Home-la Ctrl Home. Shift-i basdıqda artıq seçmiş olacaq. İndi gəlin baxaq görək harda var. Home düyməsinə dedik ki, sətrin əvvəlinə mövqeyini dəyişər. Yəni A variantı. Sənədin əvvəlinə dəyişməsi üçün bir də deyirəm, Ctrl üstəgəl home düyməsini vurmaq lazım idi kursorun dəyişməsi üçün. Abzasın əvvəlinə gəlməsi üçün isə Ctrl-la yuxarı ox işarəsi, bu işarəni, Ctrl-la yuxarı ox işarəsini vursaq, məsələn, mən burada qoydum kursor. Ctrl-la yuxarı ox işarəsini basan kimi görürsünüz, gəldi 7-nin əvvəlinə, abzasın əvvəlinə.
Bir ekran səhifəsi yuxarıya aparmaq üçün isə biz klaviaturadan page up düyməsindən istifadə edirik. Hazırda bir ekranın böyüklüyü nə qədərdirsə, elə bir təxminən deyirəm də 2 sual görsənir. Page up düyməsini vursam, həmin böyüklükdə yuxarıya keçid eləmiş olacaq. Yəni bu da demək bizim axtardığımız cavab deyil. Səhifənin əvvəlinə belə bir şey yoxdur. Yəni səhifənin əvvəlinə kursoru keçirən düymə yoxdur. Odur ki, düzgün cavabımız A variantı oldu. Və gələk 8-ci suala. Sənəddə abzas nişanını əks etdirən əmr hansı lent tabında yerləşir? Abzas nişanı dedikdə nədir? Word proqramında abzasların sonunu biz normal formada görmürük. Yəni belə görürük də. Bilirik ki, hə burada qutardı, növbəti abzasa keçid eləmiş olduq. Yəni bu hər hansısa bir simvoldan işarə olunmur. Biz görmürük onu. Amma siz görmək istəyirsinizsə abzasın sonu haradır? O zaman Home tabına gəlirsiniz. Home tabında, bax burada paragraf qrupunda show height düyməsi var. Yəni belə deyək, P düyməsi deyirik biz buna, show height düyməsi. Bunu vuran kimi abzasın sonunu, abzasın nişanını və yaxud sonunu əks etdirən piktoqramı görmüş olarıq. Abzas nişanı dedikdə bax budur, sonda. Yəni bu abzasın sonudur. Bu abzas hamısı gördüyünüz kimi bu hissədə qeyd olunub. Hardakı abzaslar sonlandırılıb, o hissədə həmin işarələri görürük. Deməli, hardan oldu? Home tabından və paragraf qrupundan biz həmin o nişanı əks etdirən əmri tapmış olduq. Cavab Y variantı. Bunu da işarələyək. Getdik növbəti suala. Növbəti sualda yeni təqdimatın yaradılmış üsullarını müəyyən eləyin. Canlı yayımlarda mütəmadi olaraq mən sizlərə yeni təqdimatın yaradılma üsullarını da, həmçinin yeni slayd əlavə edilməyin yollarını da qeyd edirəm. Bunlar da tez-tez düşür. Gəlin indi biz təqdimat üzərindən gedirik. Təqdimat bildiyiniz kimi faildən söhbət gedir. Yəni hər hansısa bir səhifə yox, fail. Yəni təqdimat fail deməkdir. Və indi biz PowerPoint-də klaviaturadan Ctrl-M düyməsini vurduqda yeni slayd əlavə olunmuş olar. Yeni slayd. Deməli, bir nömrəli fikir yanlışdır. Biri sildik. Fail tabından olan new əmrini icra etməklə, bəli, biz yeni təqdimat yarada bilərik. Insert tabında yerləşən yeni slayd əmrini icra eləsə, yeni slayd yaranmış olar. Deməli, o zaman 3 nömrəli fikir də səhvdir. 4 nömrə, slides panelində hər hansısa slaydı seçdikdən sonra enter düyməsini vursaq, bu da yeni slayd əlavə eləyər. Deməli 4 də yanlışdır. 5. Klaviaturadan Ctrl-N düyməsini basmaqla. Ümumiyyətlə Word-də də, Excel-də də, həmçinin deməli PowerPoint-də də klaviaturadan Ctrl-N düyməsini vurduqda bu yeni bir fail yaradır. Yəni Word-dədirsə yeni bir sənəd yaradır. Excel-dədirsə yeni bir kitab yaradır. PowerPoint-də Ctrl-N-i vurursa yeni bir təqdimat yaradır. 5 nömrəli fikir doğrudur. Quick Access Toolbar, yəni cəld müraciət panelindən new əmrini icra etməklə də, bəli, biz yeni təqdimatı yaratmış olarıq. Deməli, düzgün cavabımız 2, 5, 6 olmuş olacaq. Bu da hansı variantda var? A variantında var. Və mən indi sizlərə bunu göstərmək istəyirəm. PowerPoint proqramına keçid alsaq, yeni fail yaratmaq üçün, yeni təqdimat yaratmaq üçün fail tabından gəlib bu hissədən new əmrinə vursaq, blank presentation və ya şablonlar əsasında bir təqdimat yarada bilərik. Bundan əlavə qeyd elədiyimiz kimi biz deməli buradan bax new hissəsi var. Görürsüz Quick Access Toolbarda. Onu aktivləşdirdim. Bir dəfə üzərinə vuran kimi yeni bir təqdimat yaratmış oldum. Həmçinin də digər yolu da bizdə nə idi? Klaviaturadan Ctrl-N düyməsinə vuraraq yeni bir təqdimatı yaratmış oldum. Bu da belə. Əla, keçid alaq növbəti suala. 10. Elektron cədvəldə B sütununun enini necə artırmaq olar? Ümumiyyətlə, sütunu artırmaq üçün fərqli qaydalardan istifadə olunur. Çox qaydası var. Lakin biz variantlara görə getsək, deməli, burada BC sütunlarından istifadə etməyə deyir. Ümumiyyətlə, hər hansısa bir sütunun enini artırmaq üçün həmin sütundan sonra gələn sütunla arasında bir düz xətt var. Həmin o düz xətti seçib sağ tərəfə doğru və ya sol tərəfə doğru dartsaq, o zaman biz onun enini dəyişə bilərik. İndi artırmağı deyilsə, biz sağ tərəfə dartarıq ki, B sütununun eni artsın. B və C sütunu, B-dən sonra gələn lazımdır bizə. B və C sütununun arasındakı sərhəddi sıçanla sola doğru dartmaqla, sola yox, sağa doğru dartmaqla biz artıq deməli onu icra eləyə bilərik. Yəni mouse'un sol düyməsini vurursunuz, amma sağa doğru dartırsınız. C variantı sualın düzgün cavabı olacaq. Mən bunu formada işarəliyim və Excel proqramında da sizlərə bir neçə yolun göstərim. Sütunun necə artırmaq olar? Tutaq ki, biz hər hansısa bir məlumat yazmışıq. Sən bura yazıram informatika, bura yazıram tutaq ki, Azərbaycan və gördüyünüz kimi sütunların eni kifayət eləmir. Sütunların enini artırmaq lazımdır. Nə edə bilərik?
Bax, bunun bir yolu bayaqları variantda qeyd elədiyi kimi, tutaq ki, A sütununun artırmaq istəyiriksə, A ilə B arasında qoyduq kursoru, özü də görürsüz nə işarəsi aldı. Sola və sağa ox, bir dənə də ortada şaquli düzünə ox. Yəni kursorun göstəricisi və mən bunu artırıram. Gördüyünüz kimi yuxarıda da width 10.55 yazılıb. 120 piksellərlə də qeyd olunur. Mən artırdım bunu. Bu bir. Növbəti nə edə bilərdim? A sütununun artırmaq üçün. A ilə B arasında kursoru bu vəziyyətdə olanda mouse'un sol düyməsini 2 dəfə vurardım. Onda yazıldığı mətnə uyğun olaraq avtomatik bunun enliliyi artır, sütunun enliliyi. Və yaxud nə edə bilərdim? Seçərdim buranı, Home tabından gələrdim format hissəsinə. Burada kolumun width var. Yəni sütunun enini özün təyin elə. 8.09-dur. Mən də bura tutaq ki 16 yazardım. Gördüyünüz kimi informatika, yəni A sütunun eni artdı. Bir başqa yolu isə yenə də formatdan gələrdim, автofit eləyərdim. Yəni автofit elə bayaqki idi. Yəni avtomatik olaraq sözə uyğun en təyin eləyir, sütunun enini təyin eləyir. Və yaxud da default width, bu da artıq susmaya görə nə qədərdirsə elə o qədərə eləmiş olur. Yəni tutaq ki, bu formada artırmışıqsa, təzədən bunu seçdik və default eləyirik. Aha, geriyə qaytarmış olar. Yəni susmaya görə necədirsə elə də elə saxlamış olacaq. Bu formada sütunun enini biz gördüyünüz kimi artıra və yaxud da azalda bilərik. 11. Doğru mülahizələri müəyyən eləyin. Algoritmə bağlı bir sualdır, algoritmə aid bir sualdır. Algoritmi təşkil edən bloklar bir-biri ilə yalnız şaquli xəttlərlə birləşdirilir. Qeyd eləmək istəyirəm ki, algoritm mövzusunu çox cüzi formada işləyən bir tələbə, yəni heç olmasa 10-20% misalları işləyən tələbə zaten bilir ki, algoritmdə yalnız şaquli yox, həm də eninə xəttlərdən istifadə olunur. Yəni ən azından biz belə deyim də, şərt blokundan adətən sola və sağa doğru xəttlər gedir. Yəni bu da üfüqi xəttlərdir də, düzdürmü? Demək ki, yalnız şaquli xəttlərdən istifadə olunmur. Yəni zaten algoritmdən bir az da məlumat olan tələbə bu fikrin yanlış olduğunu təyin eləyəcəkdir. Yalnız şaquli demək yanlışdır. Həm şaquli, həm üfüqi xəttlərdən istifadə olunur. Dövrlərin sayı məlum olduqda modifikasiyalı dövrün strukturundan istifadə olunur. Bəli, tutaq ki, siz 5 dəfə dövr eləmək istəyirsinizsə algoritmdə, o zaman siz belə qeyd eləyə bilərsiniz. Tutaq ki, 1-dən 5-ə qədər və 1. Yəni biz bunu i-nin tərkibində keçmişdik. İndi proqramlaşdırma dilində biz bunu for ilə qeyd eləyə bilirik. Yəni i-nin qiyməti 1, 2, 3, 4, 5 qiymətlərin almış olur. İndi proqramlaşdırmada düzdür, bu fərqlidir biraz. For-la yazanda məsələn sonuncu 5-i götürmür. Amma algoritmdə blok sxem formasında yazanda biz bu sonuncu 5-i də götürmüş oluruq. İndi dövrlərin sayı məlum olduqda modifikasiyalı dövrü strukturdan istifadə olunur. Doğru fikirdir. Psevdokodda formal dillərə xas olan əmrlərin yazılışı üçün ciddi sintaksis qaydası yoxdur. Yəni psevdokod ümumiyyətlə məktəbdə istifadə olunan algoritmləri vermək üçün tutaq ki, bir formal dil ola bilər psevdokod. Yəni konkret olaraq ciddi bir sintaksis yoxdur. Yəni bütün hamı istifadə eləsin, belə bir şey yoxdur. Yəni proqramlaşdırma dilləri kimi deyil, ən azından bunu bilin. Demək ki, bu fikir doğru fikirdir. 2 də 3 də doğru fikir oldu. İşarələyək bunları. Ondan sonra deyir, budaqlanma üçün əgər və nə qədər ki əmrləri tətbiq olunur. Burada biraz söz oyunu oynayıb. Budaqlanma üçün əgər, əks halda və onda əmrlərindən istifadə olunur. Yəni nə qədər ki demək artıq dövrə girmək deməkdir. Tutaq ki, nə qədər ki A B-dən böyükdür dövr elə. Axı budaqlanan algoritmlərdə dövr olmur. Demək burada bu nə qədər ki sözünü biraz söz oyunu oynayıb yanlış verib. Nə qədər ki olmaz. Əgər onda əks halda olmalı idi. Deməli 4 yanlışdır. Blok sxem algoritmin təsvir üsullarından biridir. Blok sxem üsulu algoritmin təsvir üsullarından biridir, bəli. Və biz algoritmləri proqramlaşdırma dillərində nəqli formada blok sxem, həmçinin psevdokodlarla təsvir edə bilərik. Doğru fikirdir bu da. Algoritmdəki addımlar sonsuz sayda olmalıdır, yanlışdır. Algoritmin 4-cü xassəsinə görə, nəticəvilik xassəsinə görə algoritm sonlu sayda addımlardan ibarət olmalıdır. Yəni onun sonsuz sayda olması, addımların sonsuz sayda olması nəticəvilik xassəsinin pozulmasına səbəb olur. Nəticəvilik xassəsinin pozulmasına səbəb olur. Demək biz burada doğru olanları götürürüksə, o zaman 2, 3 və 5 nömrələrini götürmüş oluruq. O da Y variantında qeyd olunub. Və mən sizlərə bu formada da göstərmək istəyirəm həmin o hissəni. Deməli, algoritmi təşkil edən bloklar bir-biri ilə yalnız şaquli deyil, eləcə də üfüqi xəttlərlə birləşdirilir. Yəni mühakimə səhv idi. Dövrlərin sayı məlum olduqda modifikasiyalı dövrü strukturdan istifadə olunmuşdu. Bu düzgün idi. Qeyd eləyək buradan da. Ondan sonra psevdokodlarda dedik ki, ciddi sintaksis yoxdur. Budaqlanma üçün əgər onda əks halda əmrləri tətbiq olunur. Dövrün təşkili üçün isə, yəni
Birdən imtahanda sizdən bu dəfə soruşar ki, dövrün təşkili üçün üçün və nə qədər ki, əmrləri tətbiq olunur. Və 5-ci əsas üsullar qeyd elədik bunu bayaqları nəqli, yəni sözlə, blok sxem, proqramla və psevdokodla və əlbəttə ki, bəli, alqoritm sonlu sayda addımlardan ibarət olmalıdır. Sonsuz sayda olması isə artıq onun nəticəvilik xassəsinin pozulmasıdır. Gəldik 12-ci suala. Komitərlərin təsnifatına görə uyğunluğu müəyyən edin. Təyinatına görə, işləmə prinsipinə görə və istifadə olunan element bazasına görə. Hər halda tələbələrin əksəriyyəti istifadə olunan element bazasına görə elə elektron lampalı, integral sxemlər və yarımkeçiricilər bu elementlər əsasında qurulduğu bilir komitərlərin. Yəni 3-ə A-nı götürüb 3 variant arasında qala bilərdilər. Təyinatına görə hansı var? Təyinatına görə deməli var universal, problem yönümlü və ixtisaslaşdırılmış. Yəni burada uyğundur deməli, 1-ə də uyğundur B variantı. O zaman ilə sualın düzgün cavabı B variantı qalır. 2-yə də işləmə prinsipinə də görə analoq, rəqəm və hibrid tipli hesablama maşınları var. Ümumiyyətlə, komitərlərin təsnifatı bir neçə parametrə görə aparılır. Mən sizlər onu xüsusi olaraq qeyd eləmişəm. Bax, işləmə prinsipinə görə deməli oldu bizdə analoq, rəqəm, hibrid. İstifadə olunan element bazasına görə elektron lampalı, yarımkeçirici integral sxemli, təyinatına görə, deməli, problem yönümlü, ixtisaslaşdırılmış və ümumi təyinatlı olaraq 3 yerə bölünür. Uyğunluğuna görə, aparat uyğunluğuna görə, əməliyyat sistemi uyğunluğuna görə, proqram uyğunluğuna görə və verilənlər səviyyəsində uyğunluğuna görə komitərlər təsnif olunur. Qabarit ölçülərinə görə də çox böyük, böyük, orta, kiçik və mikro komitərlər təsnif olunur. Mikrokomitərlər də bizim istifadə etdiyimiz komitərlərdir. Yəni, fərdi komitərlər mikrokomitərlərə aiddir. Və bəli, biz qeyd elədiyimiz kimi. Demək, təyinatına görə biz qeyd elədik ki, burada universal, problem yönümlü və ixtisaslaşdırılmış. O zaman 1-ə getdi. Demək, B, işləmə prinsipinə görə analoq, rəqəm, hibrid getdi D. Element bazasına görə burada getdi A. 1-ə B, 2-yə D, 3-ə A, B variantında qeyd olunub. Bu super, mini, mikro yazılanlar isə nə idi? Bunlar qabarit və məhsulda, qabarit ölçülərinə və məhsuldarlığına görə idi. Və biz nəyə götürmədik? C-ni. Aparat, proqram və verilənlər səviyyəsində. Bu da uyğunluğuna görə komitərlərin təsnifidir. Keçdik 13-cü suala. Çap məsələsi verilib, amma Word-dən fərqli olaraq bu dəfə PowerPoint-də verilmişdi. Heç bir problem yoxdur. Zaten biz bunu eynən Word-dəki kimi hesablamış olacağıq. Yuxarıda bir dənə şərt verilir. Deyir ki, 18 slayddan, yəni 18 dırnaq içində səhifədən ibarət olan bir təqdimat bu formada çapa verilmişdi. Doğru olmayan mülahizələri müəyyən edin. Bax, sizə belə bir şey deyim. İnformatikada görürsünüz də doğru olmayan sözü test şərtlərdə verilir. Ona görə mütləq onu imtahanda işləyərkən karandaşla və ya qələmlə işarəyə alın ki, fikriniz həmişə ən axırda ora yönəlsin. Doğru olmayanları tapasınız. Gəlin indi görək, doğru olmayanlar hansılardır. Təbii ki, biz variantları da görək ki, fikirlərin doğru yanlış olduğunu bilək. Demək, burada nə deyir? Deyir, təqdimatın çap olunması üçün 20 ədəd vərəq tələb olunur. Görək biz nə qədər vərəq sərf eləməliyik. Bax, burada deyir ki, 18 slayd var. Yəni, bu hissəni boş qoyub, çünki biz hətta Azərbaycan dilində də imtahanda vermişdi. Yəni, mən burada verdiyim kimi. 18 slayd var. Yəni, 18 səhifə var. Ondan sonra düşürük biz bu hissədən 4 slayd üfüqi formada çap olunmalıdır. Yəni, biz 18-i, yəni bir vərəqdə 4 slayd çap olunmalıdır. Word-də bu əsasən aşağı hissədə olurdu. Yazılırdı 1 per sheet və ya 4 per sheet bu formada. Deməli, biz 18-i buradan 4-ə bölürük. 18-i 4-ə böləndə bu eləyir 4,5. Amma biz elə vərəq götürə bilmərik, axı onu yuvarlaqlaşdırıb 5 götürürdük. Deməli, buradan tapdım 5. One-sided deyir, yəni bir tərəfli çap deyir. Ona görə day 5-i bölməyəcəm hər hansısa bir ədədə. 5-i nə edəcəm? Kopya sayı olan 4-ə vuracam. 5-i 4-ə vururam, bu da bizə 20-ni verir. Oldu. Bir də deyirəm 18 slayd var. Hər vərəqdə 4 slayd çap olunacaq. O zaman 18-i 4-ə böldük və 4,5 neçə eləyir? Ona görə 5 götürdük. Kopya sayı 5-ə vurdum. 4-ü də 5-ə vurduq və bu da 5-i daha doğrusu 4-ə vurduq. Birinci, yəni bunu tapdıq. Sonra 4-ə vurduq, 20 aldıq. Həqiqətən də 20 vərəq tələb olunur. Birinci doğru fikirdir. Gəldik ikinci hissəyə. Təqdimat kitab vərəqi formasında çap olunacaq. Yanlışdır. Niyə ay müəllim? Çünki burada qeyd olunub ki, albom istiqamətidir. Orientasiyası albom istiqamətidir. Kitab forması olsaydı orada portret yazardı. Demək, o zaman 2 yanlış fikirdir. Biz 2-nin qabağına bir dənə tire qoyaq. Bu yanlış fikir oldu. Təqdimat boz rəngdə çap olunacaq. Bəli, boz rəng çalarları yazılıb. Grayscale. O zaman boz rəngdə çap olunacaq. Deməli, bu fikir də doğru fikirdir. Üçü də biz işarələyirik.
En sonda, yəni daha doğrusu dördüncüdə. İlk vərəqdə təqdimatın birinci slaydı 4 nüsxədə çap olunacaq. Yəni bu fikir tamamilə yanlışdır. İlk vərəqdə təqdimatın birinci slaydı 4 nüsxədə yox. Buranı deyir. Bax 4 slaydı fiqi. Bir vərəqdə təqdimatın ilk 4 slaydı çap olunacaq. Yəni bax slaydın təqdimatın birinci, ikinci, üçüncü, dördüncü slaydı bir vərəqin üzərində çap olunacaq. Buradakı fikir isə tamamilə, yəni çaşdırıcı bir fikirdir, yəni yanlış fikirdir. İlk vərəqdə təqdimatın birinci slaydı 4 nüsxədə çap olunmayacaq. Yanlış fikir olduğu üçün biz üçün də qabağına tire qoyduq. Təqdimatın çap olunması üçün 72 vərəq lazımdır. Biz dedik də 20 vərəq lazımdır. Demək bu fikir də səhvdir. İlk vərəqdə təqdimatın ilk 4 slaydı çap olunur. Bəli, bu düzgün fikirdir. 4 slayd üfüq o deməkdir ki, A4-ün və yaxud dırnaq içində A4 deyirəm, vərəqin bir üzərində təqdimatın ilk 4 slaydı çap olunmuş olacaq. Bu da tamamilə doğru fikirdir. İlk vərəqdə təqdimatın ilk 4 slaydı çap olunacaq. Demək o zaman 6 da düzgün fikirdir. Yanlış olanlar hansılar oldu? Biz doğru olmayanları tapırıq. 2 oldu, 4 oldu və 5 oldu. 2, 4, 5 bu da C variantında qeyd olunur. Bu qədər doğru olmayanlar 2, 4, 5 oldu. Gəldik 14-cü suala. Tələbələr tərəfindən də nifrət edilən suallar arasındaydı bu. Çünki indiyə qədər heç bir kitabda e, bu formada sual düşməmişdi. Bu forma dediyimiz nədir? Bax, burada deyir ki, bir audio faylın hesablanmasına aid bir sualdır. Yeri gəlmişkən, mən bu videonun aşağı hissəsinə audio faylların hesablanmasının nə cür hesablanılır ona aid bir video uzun illər deyirəm, hətta 1-2 il əvvəl paylaşmışdım. Və siz də o videoya baxıb bu sualı düzgün yaza bilərdiniz, belə deyim hətta. Amma demək olar ki, heç bir kitabda bu formada sual düşməmişdi. Bax, səs faylını hesablamaq üçün biz nə edirik? Biz səs faylını hesablamaq üçün diskretləşdirmə tezliyini, yəni qısa yazımda hertzlə olanı diskretləşdirmə tezliyini. Hertzi vururuq bitə və biti də vururuq müddətə, yəni saniyyə. Və bununla da biz tapırıq ki, audio faylın həcmi nə qədərdir. İndi burada nə deyir? Deyir 256 Hz var. Biz bunu 208 kimi qeyd eləyə bilərik. 256-nı. 32 səviyyəli diskretləşdirmə tezliyi. Bax, burada tələbələr dedi ki, müəllim, mən bilmədim ki, 32 səviyyəli diskretləşdirmə tezliyi nədir? 32 səviyyəli diskretləşdirmə tezliyini 2/5 formasında göstəririk və deyirik ki, o zaman biz 5 bit qəbul eləməliyik. Biz 5 bit qəbul eləməliyik. O zaman biz nə edirik? 2/8-i vuracağıq 5 bitə. Ondan sonra 1 dəqiqə 4 saniyə deyir. 60 üstə gəl 4, 64 saniyə davam edib. Yəni onu da vururuq 2/6-ya. Və bununla da biz sualın düzgün cavabını tapmış olacağıq. Bu bizə verir 2/14 vurulsun 5 biti. Bunu kilobayta çevirmək üçün 2/13-ə bölürəm mən. Bitdən kilobayta çevirəndə 2/13-ə bölürük. Bu da bizə nə qədər verir? Deməli 2 üstü 14, 13 ilə ixtisar gedəcək. 2 üstü 14 ilə 2 üstü 13 ixtisar gedir. Qalır burada 2 üstü 1. 2-ni də 5-ə vuranda bu da bizdə onu vermiş olacaq. Yəni, baxın burada hansısa hə, stereo deyir. Mən stereonu yaddan çıxartdım. Deyirəm, axı sualın cavabı 20 olmalı idi. Qəbul imtahanında hamı bunu fərqli götürmüşdü, amma 20 idi. Burada stereonu yaddan çıxartdım. 2 kanallı deyəndə əlavə olaraq 2-yə vurmaq lazımdır. Yəni, mono desə 1-ə vururuq, stereo desə 2-yə vururuq. O hissəni yaddan çıxarmışdım. Bir dənə onu qeyd edeyim təzədən. Deməli, hersi vurduq biz. 32 səviyyəli dediyi üçün o 2/5-dir. Yəni tərtibini tapırıq. 2/5, 5 bitdir. 5 biti vururuq saniyyə və saniyəni də vururuq stereo dediyi üçün 2-yə vururuq. Əgər yenə deyirəm, mono desəydi və ya heç nə deməsəydi, 2 kanallı deməsəydi, stereo deməsəydi, onu da 1-ə vuracaqdıq. Yəni belə deyək, nə idisə elə onu götürəcəkdik. Ona görə 2-yə vurduq və biz bu ifadəni böldük 2/13-ə. Eynən, yəni bu ifadə də bizə verəcək. Deməli 2/15 vurulsun 5 bölünsün 2/13. Aha, 2/15 ilə 2/13 ixtisar gedir. Qalır 2/2, yəni 4. 5-ə də vuranda 20-ni götürmüş oluruq. Yəni 20 kilobayt sualın düzgün cavabı olmuş olacaq. Bir də burada əlavə bir şeylər qeyd eləmək istəyirəm sizlərə audio fayl ilə bağlı. Audio faylın hesablanmasını mən öz qısa konspektimdə qeyd eləmişəm. Audio fayl belə hesablanılır. Audio faylın həcmi diskretləşdirmə tezliyi vurulsun bit, vurulsun saniyə, vurulsun kanal sayı. Yəni o stereo dediyi kanal sayıdır. 2 kanallı idi deyə 2-yə vurduq əlavə olaraq. Səsin keyfiyyəti əgər aşağı deyərsə, bunu sizə verməyəcək. Yəni bu 8 bitdən 5,5-i vermir. Sadəcə deyir aşağı keyfiyyətlə kodlaşdırılan audio fayl. Onda siz 8 bit götürürsünüz, 5,5 kHz. Yəni 5500 Hz götürürsünüz. Oldu. Sizin qəbul imtahanınızda özü Hz vermişdi deyə çevirməyə ehtiyac yox idi. 5500 Hz götürün 8 bit. Yüksək keyfiyyətlə kodlaşdırılan desə 16 bit
44.000 Hz götürmüş olacaqsınız. Oldu mu? Və burada da 2 dənə sual üzərindən mən sizlərə təqdim eləmişəm. Yəni görürsüz də burada 16 bit yazılıb, amma sizin qəbul imtahanında düşən sualda 32 səviyyəli yazılıb. Yəni 32 səviyyəli demək 2 üstü 5 deməkdir. O da 5 bit deməkdir. Yəni 5 bit tərtibli. Keçdik 15-ci sualımıza. Bu da say sisteminə aid məncə kifayət qədər rahat bir sual idi. Burada biz nə edəcəyik? Heç nə. Bizdən nə istəyir? Bizdən deyir ki, bir ədəd yazılıb bu hissədə. Birincidə B və X 16-lıq say sistemində. Yəni 183 də 10-luğa onun çevrilməsidir. Əslində bunu yazmasa da olar. Onsuz 183 yaz, qabağından da bir dənə sual işarəsi yaz 16-lıq say sistemində neçədir? İkisini də tapaq da. Yəni biz niyə yorsan? Heç yormağa da ehtiyac yoxdur. Nəysə biz tapaq 183 onluq ədədini 16-lığa çevirirəm. 183 bölünsün 16. 183 16-ya böləndə 11 dəfə olar. O da 176 çıxarır və qalıqda da qalar 4, 7 qalar bizdə. Demək 11-in qiyməti B-dir. Zaten özü verib sağ olsun burada. Birinci rəqəm B-dir, ikinci rəqəm də 7-dir bizdə. Yəni X-in qiyməti 7-dir. O zaman 1-ə uyğundur 7. Yəni 1-ə uyğundur Y. Bunu qeyd elədik 1-ə Y. 49 ədədini çevirmək lazımdır deməli ikilik say sisteminə. Görək ortada olan o X hansı rəqəmdir? Demək 49 ədədini biz 2-nin qüvvətləri kimi göstərsək 32 yəni 2 üstü 5 üstə gəl 16 eləyər 2 üstü 4 48 elədi. 32 16 üstünə də bir dənə 1 gəlir 2 üstü 0. Bu bizə verəcək deməli 49-u. 2 üstü 5 1-dir, 2 üstü 4 1-dir, 2 üstü 3 yoxdur, 2 üstü 2 yoxdur, 2 üstü 1 yoxdur, 2 üstü 0 var. Ortada 3 dənə demək 0 alınmalıymış. X-in onda qiyməti ilə 0 imiş. O zaman 0-dırsa bu D-yə uyğundur, 2-yə uyğundur D. Və son olaraq da bizə deyir ki, bu ədədləri tap. Deməli, X 9-luqda, X da 9 10-luq say sistemindədir. X 3 16-lıq say sistemindədir. O zaman biz nə edə bilərik bu hissəni? Yəni, ən qısa versiyanı demək istəyirəm. Deməli, biz hər ikisini 10-luq say sisteminə çevirək. Deyək, say müəllimi onsuz da 10-luq say sistemindədir də bu. Yəni, nəyin çevirək ki? Sadəcə belə bu formada yazsaq heç bir problem yoxdur. Bu ədədi X9 ədədi. Buradan qeyd elədim, 10-luqdadır. Və biz bunu 10-luğa çevirən zaman nə edirik? X-i 10-a vururuq. Yəni açılışı belədir də X vurulsun 10, üstə gəl 9 vurulsun 10 üstü 0. Yəni 9 deməkdir. X vurulsun 10 üstü 1, 9 vurulsun 10 üstü 0. Bu da 9 deməkdir. Bərabərdir. Bu ədədi də X3 16-lıq say sistemindəki ədədi də 10-luğa çevirmək üçün X vurulsun 16 üstü 1, yəni 16X üstə gəl 3 vurulsun 16 üstü 0 formasında yaza bilir. Yəni 3-dür də bu da elə bizdə. Deməli 10x budur, 16x budur. Çıxanda nə qalır burada? 6x qalır. 9-dan 3 çıxanda 6 qalır. 6x deməli 6-dırsa, onda x-in qiyməti 1-dir. Demək ki, biz x-in qiymətini 1 götürürük, yəni C. Gəlin görə variantla çıxmaq olurdu. 1-ə Y, 2-yə D. Zaten bir variant vardı. Heç özü yormağa dəyməzdi imtahanda. Mən izah eləyirəm deyə belə yazdım. 1-ə Y, 2-yə D olan, 3-ə də zaten C-dir. Görürsünüz, variant qeyd olunur. Demək, D variantını işarələmiş olduq. Növbəti suala keçək. Page setup səhifə parametrləri, lent qrupu hansı taba daxildir? Kifayət qədər rahat sualdır məncə. Layout tabına daxildir. Ən birinci qrupu deyilə page setup. 17. POP3 təyinatı nədir? Canlı yayımlarda dəfələrlə demişəm ki, deməli, elektron məktubun qəbul edilməsi zamanı POP3 protokolu lazım alınması zamanı, yəni qəbul edilməsi, göndərilməsi zamanı isə SMTP protokolundan istifadə olunur. Və burada indi baxaq görək, hansı protokollar var. Telekonferans protokolu bizdə NNTP-dir. Şəbəkədə kompüterlərin ünvanlandırılması protokolu internet protokol IP-dir. Elektron məktubların göndərilməsi protokolu deməli SMTP-dir. Verilənlərin ötürülməsinin idarə edilməsi protokolu isə TCP protokoludur. Və elektron məktubların alınması protokolu da POP3 protokoludur. Bu qədər. Yəni istəyirsinizsə bunu belə qeyd edə bilərsiniz özünüzdə, lazım olar birdən. 18. Müxtəlif protokollarla işləyən bir neçə lokal şəbəkə arasında informasiya mübadiləsini təmin edən qurğu hansıdır? Təbii ki, şlüz qurğusudur. Müxtəlif protokollarla bir neçə lokal şəbəkə arasında əlaqə yaradan. Bax, burada eyni protokol müxtəlif topologiya desəydi, onda biz körpünü götürərdik. Eyni protokol, müxtəlif topologiya. Host kompüter nədir? TCP/IP protokolundan istifadə edən, TCP/IP protokolundan istifadə edən, müxtəlif topologiya. TCP/IP protokolundan istifadə edən, müxtəlif topologiya. TCP/IP protokolundan istifadə edən, müxtəlif topologiya.
kompüterdir. TCP/IP hər ikisindən istifadə edən. Modem nədir? Modem lokal şəbəkədən qlobal şəbəkəyə çıxışı imkan verən qurğudur. Yəni belə deyək, internetə bizi əlaqələndirən qurğudur, şəbəkəyə qoşur. Ə, UPS isə fasiləsiz qida mənbəyidir. Yəni server kompüteri müəyyən bir elektrik kəsildikdə müəyyən zaman ərzində enerji ilə təmin edir UPS. Burada isə şürüz düzgün cavabımız 19. İş masasındakı fail və qovluqları hansı göstəricilərinə görə nizamlamaq olar? Başlığına dedikdə nəyi nəzərdə tutur? Avtomatik, yəni bu tor xəttinə görə falan. Başlığına görə sadəcə biraz məntiqsizdir. Müəllifinə görə xeyir, desktopda olmur. Yəni səhifə sayına görə bu da düzgün deyil. Adına görə, bəli, əlifba siyahısına, yəni A-dan Z-ə doğru. Ölçüsünə görə, dəyişiklik tarixinə görə, bəli, biz bunu nizamlaya bilərik. Və sizə göstərim indi. İş masasında sağ düyməni vurduqda, burada sort by əmri gəlir. Bax, burada 4 dənə parametr var. Nə deyir? Adına görə, ölçüsünə görə, obyektin tipinə görə, yəni birinci tutaq ki, qovluqlar düzülsün, ondan sonra faillər düzülsün. Və yaxud da əkisini də icra etmək olar buradan. Ondan sonra date modified, yəni son düzəliş tarixinə görə biz bunları nizamlaya bilərik. Tutaq ki, size-a görə düzsək, yuxarıdan həcmi çox olandan həcmi az olana qədər düzmüş olacaq. Bax belə, deməli bu formada düzləndirməni həyata keçirə bilərik. Biz gəldik indi bura nə idi? Adına görə, ölçüsünə görə və dəyişikliyi tarixinə görə. D variantı. İşarə eləyək. Gəldi 20-ci sualımıza. Düstur sətrində count if C1, C4 20-dən böyük ədədlər qeyd olunmuşdu. Yəni nə deməkdir bu biz sizə deyim? Count saymaq deməkdir. Ədəd olan xanaları saymaq deməkdir. Ədəd yox, elə xanaları saymaq deməkdir. Biz artıq nəyi sayacağını onun bu hissəsində qeyd edirik. Sintaksisində qeyd edirik ki, 20-dən böyük olanları say. S1, S4 diapazonunda, bu diapazonda hansılara aiddir? S1 xanası aiddir, S2 xanası aiddir, S3 və S4 aiddir. Yəni, bu verilən xanalarda 20-dən böyük olan ədədləri say demənə. A variantında deyir ki, S1, S2, S3, S4 20-dən böyük olanların ədəd ortasını tapır. Xeyr, ədəd orta düsturu deyil bu, ədəd orta average'dir. Deməli, A variantı yanlışdır. S1, S4 xanalarında qiyməti 20-dən böyük olanların sayını tapır. Qiyməti 20-dən ancaq S1 ilə S4-də yox axı. S1, S2, S3, S4-də. B variantı da yanlışdır. Yalnız bu iki xanadan söhbət getmir. S1, S2, S3, S4 diapazonda qiyməti 20-dən böyük olan xanaların sayını tapır. Tamamilə düzgün fikirdir. D variantında deyir 20 vahid artırır. Yanlışdır. Y variantında deyir 20 vahid artırır. Bunlar təbii ki, yanlışdır. 21. 21-ci sualı mən deməli, videoların birində qeyd eləmişdim. Yenidən qeyd eləmək istəyirəm. Deyir, sənəddə 7 sətir var və 5 sütundan ibarət olan bir cədvəl verilmişdir. Yəni, xana sayı bu cədvəldə 7 vuraq 5, 35 dənə xana var. 7 vurulsun 5, 35 xana var. Və sonra deyir ki, 3-cü və 4-cü sətirlərin bütün sütunları seçildi. İndi burada biz neçə dənə hazırda sətir görürük? 3-cü və 4-cü sətir görürük, düzdür? Yəni 2 dənə bizdə sətir var. Və sütunlar da seçildi deyə, əlbəttə ki, 5 dənə də sütun var axı bizdə. Yəni 2 dənə sətir var, 5 dənə sütun var. 2-ni 5-ə vururuq, alırıq buradan 10 dənə xana seçildi. 10 dənə xana seçiləndən sonra nə baş verir? Bax, siz 10 dənə xananı seçəndən sonra merge xanaları birləşdirirsiniz. Yəni 10 dənə xana 1 dənə xana kimi olur. Onda siz nə edəcəksiniz? 35 dənə xanadan 10 dənə xana çıxırsınız ki, bunlar artıq yoxdur, birləşib. Birləşəndə də 1 xana olub. 35-dən 10 çıxıb üzərinə yeni yaranan 1 xananı əlavə edirsiniz. Bu sizə 26-nı vermiş olacaq. 26 dənə xana hazırda var. Davam edirik. Daha sonra isə 6-cı sətrin ilk 3 sütunu seçilərək 6-cı sətrin ilk sütunu, ilk 3 sütunu. Demək, biz nə edəcəyik? Baxırıq ki, burada ilk 3 sütunda, yəni baxın, tutaq ki, bax, bura seçildi, bura seçildi, bura seçildi. Orada nə qədər olacaq? Əlbəttə ki, 6-cı sətir dediyi üçün bir dənə sətir var. 3 sütunda dediyi üçün, deməli, mən 3-ə vururam bunu. Və nə edəcəm? Əlbəttə ki, 26-dan 3-ü çıxacam. Yəni, 3 dənə xana hazırda seçilmiş vəziyyətdədir də bizdə. Bir sətirdir, 3 dənə sütundur. 1 vuraq 3 dənə xana. 26-dan mən 3-ü çıxıram. Niyə? Çünki 3 xananın yerində burada göstərilən yeni bir, elə bir cədvəl yaranacaq. Həmin o 3 xananın yerində. Cədvəl içərisində elə bir cədvəl və ya xananın içərisində xana yaratmış olacaq. 26-dan əvvəlcə çıxırıq bu 3-ü. 26-dan çıxırıq 3-ü. Və üzərinə gəlirik nəyi? Gəlin görək burada nə deyir. Deyir, yeni yaranacaq hissə isə 6 sütundan və 1 sətirdən ibarətdir. Yəni 6-nın 1-ə 6 dənə xana yaranacaq. 26 çıxılsın 3, üstə gəl 6.
Bu da bizə 29-u vermiş olacaq. Deməli 29 dənə xana bizdə görsənmiş olacaq. Bax bu formada sualın cavabını tapa bilərdiniz. Belə 29. Növbəti hissə qeyd etmək istəyirəm ki, bax buna aid mən video izah paylaşmışam. Elə bu videonun alt hissəsində 2 video əvvəldə buna aid geniş bir izah vermişəm. Diqqətlə baxsanız ətraflı öyrənə biləcəksiniz. Gəldik növbəti suala. Cavab variantı səhv verilən, amma hamının da düz yazdığı sual. Bu nətər olur, müəllim? Cavab variantı səhv verilib, amma hamı düz yazıb. Yəqin ki, bildiyiniz bu sualı mən birinci imtahandan sonra izahatını vermişdim ki, cavab 8-dir, amma dim də 7 götürüb, tələbələrin də 99%-i 7 yazıb. Gəlin görək, ümumiyyətlə nə soruşur buradan. Məntiq informatika xarici dil üzrə belə bir Excel proqramında verilmiş cədvəl var. Deyir, B sütununa süzgəc tətbiq edilərsə, ekranda neçə sətr əks olunar? Neçə sətr əks olunar? İndi gəlin biz buradan aşağıda görək, ümumiyyətlə burada nə baş verir, nəyi soruşur bizdən? Bizdən soruşur ki, 40-dan böyük olanlar, greater böyük deməkdir, və ya dən, yəni 40-dan böyük olanlar və ya bərabər, equal bərabər deməkdir. Bax, buradan qeyd edirəm. 40-dan böyük olanlar və yaxud da bərabər olanları tapacağıq. Or, birləşdirəcəyik biz. Deməli, 30 burada nə yazılıb? Less. 30-dan kiçik və 30-a bərabər olanlarla. Qeyd edirəm burada. Deməli, 30-dan kiçik olsun, 30-dan kiçik olsun və ya bərabər olsun. Gəlin indi biz bu şərtləri ödəyənləri tapaq. Bir də deyirəm 40-dan böyük və ya 40-a bərabər, 30-dan kiçik və ya deməli, or dediyi üçün ortada da və ya 30-a bərabər. İndi gəlin biz tapaq görək. İnformatikada özdə axtardığımız yer. Diqqətli olun, burada qeyd olunub. İnformatika üzrə biz axtarırıq. Həmin sütun üzrə. Zaten özdə deyir də, deyir B sütununa. Yəni, verməsə də olardı, amma hər halda. İndi gəlin biz tapaq. Bax, bizə lazımdır nə? Bizə lazımdır 40-dan deməli böyüklər. 40-dan böyük hansıdır burada? Bax, budur, 41-dir, 46-dır. Ondan sonra başqa da 40-a bərabər olan da yoxdur. Bir də bizə nə lazımdır? 30-dan kiçik və 30-a bərabər olanlar. 30-dan deməli, kiçik olanlar burada. Bax, 15-dir, 23-dür. Ondan sonra 30-dan kiçik olanlar 22-dir. Ondan sonra 14-dür, 24-dür. Başqa da hər hansısa bir şey qalmadı məncə. Deməli, indi baxırıq ki, 2-dir, 3, 5, deməli, 6, 7, 9, 10. Bu yazılar, yəni bu belə deyək, sətirlər ödədir. 1, 2, 3, 4, 5, 6, 7. Yəni, sualın düzgün cavabı 7 deyil. Niyə ay müəllim? 7 dənə tapdıq da. Bax, Excel-də biz, əgər bu formada süzgəc tətbiq ediriksə, axı birinci sətirdə biz məntiq informatika xarici dil yazmışıq. Ekranda axı bizdə bu da görsənəcək. Bu itməyəcək ki ortadan. Ona görə deməli nə olmalıdır cavab? Ekranda 8 sətir görsənəcək. Sadəcə bunun 7-sində, bəli, bu formada ədədlər olacaq. İndi ona görə, yəni dim sualın düzgün cavabını 7 qeyd edib, uşaqlar da 7 yazmışdı deyə çox da belə açıqlanmadı, amma yəni düzgün cavab 8 olmalıdır. Bunu nəzərinizdə saxlayın. Ən azından bunu Excel-də sizlərə kiçik bir formada göstərə də bilərəm. Tutaq ki, bura yazmışıq. Məsələn, məntiq, məntiq. Elə məntiq yazın. Bura yazmışam 24, 25, 26, tutaq. Burada 27. Məsələn, mən buna filtr tətbiq eləsəm, yəni süzgəc tətbiq eləsək, tətbiq eləyək bu formada. İndi mən deyirəm ki, tutaq ki, 25-ləri göstər. Yəni, və yaxud da 25-ləri göstərmə. Fikir verirsiniz, məntiq silinmədi ki, buradan. Məntiq də qaldı. Yəni, hazırda neçə dənə sətir görsənir burada? 4 dənə sətir görsənir. Hə, süzgəcin tətbiq olunması nəticəsində deməli, bayaqkilardan neçə dənə qaldı ekranda? Burada 3 dənə qaldı. Amma məntiq də qalıb. Yəni, ona görə bu formada düşməyə bir balaca müzakirə səbəbi ola bilər. Ekranda yox. Başqa bir şey desəydi, məsələn, tələbələrdən neçəsinin nəticəsi qalar, onda daha yaxşı olardı. Xülasə, əsas odur ki, hamı razıdır, heç kim də şikayət eləmədi. 23. Kontekst menünü aşağıdakılardan hansı üsulla açmaq olar? Klaviaturadan, bəli, bu düymənin köməyi ilə biz kontekst menünü aça bilərik. Yer gəlmişkən, bu əmrdə adətən kompüterdən kompüterə dəyişir. Əsasən fərqli kompüterlərdə olur. Notebooklarda da kontrol düyməsinin üzərində görünür adətən. Deməli, bir nömrəli fikir düzgün fikirdir. Bundan işimiz yoxdur. Hər şey qaydasındadır. Klaviaturadan shift sağa düyməsini vurmaq tamamilə məntiqsizdir. Yəni, bu kontekst menünü açmaz. Failin və ya qovluğun üzərində mouse'un sol düyməsini vurmaqla biz onu bir dəfə vursaq seçmiş oluruq. 2 dəfə vursaq faili və ya qovluğu açmış oluruq. Bu fikir də yanlışdır. Ctrl-K düyməsi də sizi çaşdırmaq üçün kontekst menünü bu hissədə görürsünüz. K hərfi deyə burada verib. Təbii ki, bu da yanlışdır. Heç bir işi icra eləmir Ctrl-K Windows 10 proqramında.
Klaviaturadan Shift F10 düyməsini birgə vurmaqla tamamilə doğrudur. Zaten kontekst menünü yaratmağın, yəni açmağın yollarından biri də buydu. Fayl və ya qovluğun üzərində mausun sağ düyməsini vurmaq, bəli, bu da məşhur ifadədir ki, kontekst menünü mausun sağ düyməsi ilə açmaq lazımdır. Deməli, fikirlər hansıdır düzgün? 1 oldu, 5 oldu və 6 oldu. 1, 5, 6. Gəldi 24-cü sualımıza. Doğru mülahizələri müəyyən edin. Monitor daxil etmə qurğusudur. Xeyr, monitor çıxış qurğusudur. Yəni bir nömrəli fikir yanlış fikirdir. Qrafiki planşet daxil etmə qurğusudur. Qrafiki planşet, bəli, daxil etmə qurğusudur. TV Tuner PAL, Secam, NTSC formatlı televiziya verilişlərini qəbul edərək monitorda göstərilməsini təmin edən qurğudur. Tamamilə düzgün fikirdir. Yəni giriş qurğusudur. CD-ROM xaric etmə qurğusudur. Xeyr, xaric etmə deyil. Yaddaşdır və yaxud da CD diskləri oxutmaq üçün istifadə olunan qurğudur. Klaviatura daxil etmə qurğusudur. Klaviatura daxil etmə qurğusudur, doğrudur. Web kamera görüntüləri əks etdirən yox, görüntüləri kompüterdə daxil edən qurğudur. Deməli 2, 3 və 5 sualın düzgün cavabı olmuş olacaq. Və 25-ci sonuncu sual. Deyir ki, bu URL ünvanı əsasən uyğunluğu müəyyən edin. URL ünvanda biz bilirik ki, hər zaman birinci yazılan protokol adıdır. Yəni qoşa nöqtəyə qədər olan. Yəni, bu isə protokoldur bizdə. Protokol. Bura qeyd olunan internet xidmətinin adıdır. Qısa yazım xidmət. Bura qeyd olunan isə sayt adıdır və yaxud biz burada deyə bilərik, məsələn, domen adı. Host kompüterin domen adı deyə bilərik. Əgər bundan sonra da bir dənə slash işarəsi qoyub nəsə bölmələr əlavə etsəydi, onlar bölmədir və yaxud da sayt içərisində səhifədir və ya internet resursudur. Bu formada qeyd eləyə bilərik. İndi bizə nə deyir? Deyir HTTP nədir? HTTP protokoldur. Elektron post protokolu deyil əlbəttə ki. Hipermətnlərin ötürülməsi protokoldur. Yəni C variantı getdi 1-ə. www internet xidmətinin adı World Wide Web uyğundur deməli 2-yə A internet xidmətinin adı. bd.bakı.az da host kompüterin domen adıdır. Yəni buna da uyğundur Y. Nəyə götürməliyik? D-ni hipermətnlərin işarələnməsi dili. Bu HTML-in açıqlamasıdır. Yəni belə deyək, açılımıdır. Yəni, HTML də elə özü qeyd edirdi, hipermətnin işarələnməsi dilidir. Yəni, bu ümumiyyətlə mənasızdır yazmağı. Elektron post protokolu da bəli, biz öyrənmişik ki, bu HTTP deyil, ya deməli post protokolu IMAP və yaxud da POP3 və yaxud da deməli SMTP-ni qeyd eləyə bilərik. Demək ki, burada da oldu düzgün cavabımız 1C, 2A, 3C. Bu sizlərə qəbul imtahanında düşmüş sualların izahını təqdim etdiyim videoydu. Bir növbəti videoda görüşənədək öz fikirlərinizi mütləq şərh hissəsinə yazmağı unutmayın. Sağ olun, hər birinizi uğurlar.